Noyabrın 20-sində Ağdərə rayonunun Həsənriz və Vəngili kəndlərinə növbəti köç olub. Hər iki kəndə qayıdan keçmiş məcburi köçkünlərə bərpa edilən yeni evlərin açarları təqdim edilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu mərhələdə Həsənriz kəndinə 93 nəfərdən ibarət 23, Vəngili kəndinə isə 11 nəfərdən ibarət 4 ailə qayıdıb. Həsənriz kəndində açarları sakinlərə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev kənddə müasir infrastrukturu tam hazır olduğunu bildirib. Onun sözlərinə görə sakinlərin rahat yaşaması üçün kənd su, qaz, elektrik və internet təmin edilib. Eyni zamanda kəndə qayıdanların məşğulluğu ilə bağlı hər cür dəstək də göstəriləcək. Xatırladaq ki, bununla da Həsənriz kəndində məskunlaşanların ümumi sayı 227 ailə, yəni 856 nəfərə çatıb. Vəngili kəndində isə 100 ailə, 385 nəfərin məskunlaşması təmin edilib. Şükür Allah'ın bu gündəki bu günlərə qayıdıb gəlmişik öz torpağımıza. Şəhidlərimiz Allah rəhmət eləsin, onların sayəsində qazilərimizin Allah canlarını sağ eləsin, prezidentimiz Allah uzun ömür, can sağlığı versin. Bir gün o qəten sevmişdim, hiç ağlamaq da istəmirəm. Çünkü biz ata-baba yurdumuza gəlmişik. Bizi qəşənglə təmin edirlər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ne bileyim, prezidentimizin canı sağlığı. Tüm bu işlərdə əziyyətlər Allah hamımıza kömək etsin. Şəmxalat Gözəlov, Həcər Həsənova, Qurban Vidadi oğlu bugün informasiya proqramı üçün.